Bağdad Xatunun hekayəsi. Bağdad Xatun ən güclü çoban əmirin qızı idi. Şeyx Həsən Cəlairin həyat yoldaşı idi və onun həyatı nəcib bir səadət vəd edirdi. Lakin Elxani sarayı başqa bir qoxu verirdi. Sultan Əbu Səid Bahadur xan onun gözəlliyinə valeh oldu. Heç bir qanun və ayinin müqavimət göstərə bilmədiyi bir eşq. Siyasi təzyiq və dini fətva ilə Bağdad zorla ərindən ayrıldı. Atası Əmir Çobanın göz yaşları və etirazları sultanın iradəsi qarşısında aciz qaldı. İranın yeni kraliçası olan Bağdad, zəka və ambisiyası sayəsində tezliklə nüfuz zirvəsinə çatdı. O, hakimiyyətin pərdə arxasında Elxanilərin taleyini müəyyən edirdi. Lakin güc əbədi deyildi. Dilşad Xatunun peyda olması ilə sultanın ona olan sevgisi soyudu. Qüdrətli kraliçanın həsədi sarayın gələcəyini qaraldan bir qəzəbə çevrildi. Bir müddət sonra Sultan Əbu Səid qəflətən vəfat etdi. Sarayda ittiham fəryadı yayıldı, kraliçanın onu zəhərləyib. Bağdad Xatun bir gecədə kraliçalıqdan birinci dərəcəli müttəhimə çevrildi. Yeni Elxan, Arpaxan, legitimlik və gücə nəzarət üçün onunla evlənməyə məcbur oldu. Lakin bu birlik sevgidən deyil, məsləhət və məcburiyyətdən irəli gəlirdi. Tacını qorumaq üçün qurbana ehtiyacı olan Arpaxan nəhayət əmr verdi. Bağdad Xatun şöhrət və gücünün ən yüksək nöqtəsində ərini öldürmək ittihamı ilə edam edildi. Bu, Elxani dövrünün ən qüdrətli xanımı üçün faciəvi bir son oldu.